Təbiət həm gözəl, həm də amansızdır. İnsan övladı özünü dünyanın hakimi hesab etsə də, vəhşi təbiətin elə cuşələri var ki, orada qaydaları biz yox, instinktlər diktə edir. Bəzən ən kiçik bir diqqətsizlik həyatınızın son saniyələrinə çevrilə bilər. Bu gün biz sizinlə birlikdə dünyanın ən mükəmməl qatillərinin izinə düşürük. Onlar nəhəngdir, sürətlidir və ən əsası tamamilə ölümcüldür. Bu videoda sadəcə dişləri və pəncələri olanları deyil, həm də gizli və səssiz qatilləri kəşf edəcəksiniz. Hazırsınızsa, nəfəsinizi dərindən alın. Çünki biz dünyanın ən təhlükəli 5 heyvanı ilə tanış olmağa başlayırıq. Siyahımızın 5-ci pilləsində təbiətin ən nəhəng quru heyvanı Afrika fili qərarlaşıb. Onlar uzaqdan sakit və müdrik görünsələr də, bu görünüş sizi aldatmasın. Qəzəblənmiş bir fil saatda 40 km sürətlə hərəkət edən canlı bir tank kimidir. Hər il Afrikada 500-dən çox insan bu nəhənglərin hücumuna məruz qalaraq həyatını itirir. Onların ən qorxulu tərəfi isə fenomenal yaddaşlarıdır. Bir fil ona edilən pisliyi və ya hücumu 10 illərlə unutmur və fürsət tapan kimi intiqamını alır. Hətta aslanlar belə yetkin bir filin yolundan çəkilməyi üstün tuturlar. Onların dərisi 2,5 sm qalınlığındadır. Bu da onları demək olar ki, məğlub edilməz edir. Dənizlərin ən zəkalı və amansız strateji ilə tanış olun. Qatil balinalar. Adlarının əksinə olaraq onlar balina deyil, delfin fəsiləsinin ən böyük üzvləridir. Orkalar okeanın canavar sürüsü hesab olunurlar. Onlar tək başına deyil, koordinasiyalı bir ordu kimi hücum edirlər. Hətta dənizlərin qorxulu yuxusu olan böyük ağ köpək balıqlarını belə ovlayaraq onların qara ciyəri ilə qidalanırlar. Buz parçalarının üzərindəki su itiləri suya salmaq üçün süni dalğalar yaradan bu canlılar təbiətin ən yüksək intellektinə sahibdirlər. Vəhşi təbiətdə insanlara hücumları nadir olsa da, okeanın qida zəncirinin mütləq zirvəsində dayanan bu qatillərlə qarşılaşmaq hər kəs üçün əsl kabusdur. Üçüncü yerdə təkamülün ən qədim və təhlükəli pusqu ustası Nil timsahı gəlir. O, milyonlarla ildir dəyişməyən mükəmməl bir dizaynla yaşayır. Saatlarla suyun altında hərəkətsiz qalmaq və ildırım sürəti ilə hücum etmək. Nil timsahının çənəsinin sıxma gücü dünyanın ən güclü mexaniki təzyiqlərindən biridir. Bu, sümükləri bir saniyə içində funaq etmək üçün kifayətdir. Onlar üçün ovun nə qədər böyük olmasının əhəmiyyəti yoxdur. Antiloplar, zebralar və bəzən aslanlar belə onların qurbanına çevrilir. Çay kənarında içilən cəmi bir qurtum su, bu gizli qatilin pəncəsində son nəfəsiniz ola bilər. Siyahımızın ikinci pilləsində meşələrin soyuqqanlı imperatoru Kral Kobra dayanır. O, dünyanın ən uzun zəhərli ilanıdır və boyu 6 metrə çata bilir. Lakin onu təhlükəli edən təkcə ölçüsü deyil, həm də digər ilanları yeməsi ilə tanınan qaniçən təbiətidir. Kral Kobranın bir dişləməsində ifraz etdiyi zəhərin miqdarı o qədər çoxdur ki, nəhəng bir Afrika filini cəmi 3 saat ərzində öldürə bilər. Təhlükə hiss etdikdə bədəninin 1/3-ni yerdən qaldıraraq bir insanın gözlərinin içinə baxa bilən bu canlı həm də çox yüksək intellektə malikdir. Onunla qarşılaşmaq ölümün gözlərinə baxmaq deməkdir. Və nəhayət, siyahımızın birinci pilləsi. Nə nəhəng dişləri, nə də kəskin pəncələri var. Amma bu kiçik canlı hər il 700 mindən çox insanın ölümünə səbəb olur. Bəli, söhbət ağcaqanaddan gedir. Onlar daşıdıqları malyariya, dengə qızdırması və sarı qızdırma kimi ölümcül viruslarla bəşər tarixinin ən böyük qatilidir. Aslanlar, köpək balıqları və ilanların cəmi bir ildə öldürdüyü insan sayı ağcaqanadların cəmi bir ayda öldürdüyü insanların sayına çatmır. Bəzən ən böyük təhlükə ən güclü pəncədə deyil, ən kiçik və səssiz bədəndə gizlənir.
Dünyanın ən təhlükəli 5 heyvanı ilə tanış oldunuz. Gördüyünüz kimi, təbiətdə sağ qalmaq hər saniyə diqqət və güclü instinkt tələb edir. Bəs sizin üçün bu siyahıdakı ən qorxulu canlı hansı idi? Bəlkə də siyahıda olmadığını düşündüyünüz, lakin çox təhlükəli olan başqa bir heyvan tanıyırsınız. Fikirlərinizi mütləq şərhlər bölməsində bizimlə bölüşün. Bütün şərhləri tək-tək oxuyacağam. Əgər bu video xoşumuza gəldisə, bəyənməyi və vəhşi təbiətin gizli qalan sirlərini birlikdə kəşf etmək üçün Vəhşi Planet kanalına abunə olmağı unutmayın. Unutmayın, təbiət bizə həm heyranlıq, həm də ehtiram bəxş edir. Növbəti videoda görüşənədək özünüzdən və təbiətdən müğayət olun.